Salam, hər vaxtınız hörmətli oğullar. Job karyera məsləhətçi. Karyera məsləhətçi kimdir? Karyera məsləhətçi iş axtaranlara iş axtarışında dəstək olan şəxsə deyilir. Siz əgər iş axtarırsınızsa, sizə iş axtarışınızda müxtəlif dəstəklər verə bilərəm. Müxtəlif dəstəklərim var sizə iş axtarışınızda iş tapmanız üçün lazım olan. Deməli yoldaşlar, bugün tarix 6 mart 2025-dir və mən bugün üçün olan, yəni bugünün ən isti, ən yeni iş elanlarından qarşınızdayım. Əlbəttə ki, hamısını sadalaya bilməyəcəm, amma sizin üçün təxminən qısa olaraq bir 90-85 dənə iş elanını bildirəcəm. Amma belə tərkibləri haqqında da məlumat əldə etmək istəsəniz, mənə yaza bilərsiniz. WhatsApp kanalımda bunlar haqqında nisbətən geniş məlumat təqdim edirəm. Və ümumiyyətlə qeyd edelim ki, hələ mənim sadalacağım 90-a yaxındır, amma bu demək deyil ki, bugün üçün olan elə cəmi 90 dənə elan var. Xeyr, çoxdur. Mən sadəcə bəzilərini sadalayıram sizin üçün. Onların arasında təcrübəçi işlər var yoldaşlar. Məsəl üçün, marketinq komandasında marketinq üzrə təcrübəçi işi var, data analitika üzrə var, layihə meneceri üzrə işi var, insan resursları üzrə işi var, tərbiyəçi assistent işi var, təhsil kompleksində, audit assistent işi var, QA testləri var Rabitə Bankda və yaxud da logistika üzrə təcrübəçi işi var RAM Holdingdə. Həmçinin yoldaşlar, fərqli sürücü işlər var, ekspeditor olaraq, ondan sonra avtokar olaraq, dezinfektor olaraq. Buna əlavə mühafizəçi işlər var, gözətçi işlər var, həmçinin yanğın mühafizə siqnalizasiya sistemləri üzrə də mütəxəssis işi var. Sonra mühasib işlər var yoldaşlar, çoxlu şəkildə. Məhtənədə də var, Grant Motors'da var, 4 qatdaşda var. Burada baş mühasibdən tutun da köməkçi mühasibə qədər, birisi operatoruna qədər müxtəlif işlər var yoldaşlar. Sonra reception işləri var çoxlu sayda, ofis meneceri işləri var, operator işlər var, çağrı mərkəzi operator işi var, koordinator işi var yoldaşlar, əməliyyatçı işi var, çağrı mərkəzi işçisi var, nəyə ehtiyac var, operator işi var. Bundan əlavə xadimə işlər var çoxlu sayda yoldaşlar. Biri misal üçün bankdadır, Yela bankdadır, 600 manatlıq olan xadimə işi də var. Sonra usta köməkçi işi var yoldaşlar, tibb bacısı işi var, qabiyan işi var, ofisant işləri var, 1000 manatlıq da var, ofisant işləri Landau'da da var, Azi servisdə də var. Sonra ambar işləri var, gecə növbəsində də iş var yoldaşlar. Məsələn, ambar üzrə nəzarətçi gecə növbəsindədir. Bundan əvvəl başqa ambardar işləri də var. Məsələn, Azərbaycan dəmir yollarında da var ambardar işi, digər yerlərdə də var. Fəhlə işləri var, çoxlu sayda yoldaşlar. 600 manatlıq fəhlə işləri də var. Sonra housekeeping işi var, tur bələdçi işi var Paşa Travel'da. Ondan sonra baş aşpaz işi var, santexnik işi var, HR əməliyyatçı işi var, tibb bacısı işi var. Mebel quraşdırıcı işi var, briqadir işi var yoldaşlar, keyfiyyətə nəzarət üzrə bölmə rəhbəri işi var, STM şöbəsinin rəisi işi var. Bu və bənzər iş elanlarla tanış olmaq üçün və bu iş elanlarına müraciət etmək üçün, ümumiyyətlə iş axtarışınızda dəstək eləmək üçün mənə müraciət edə bilərsiniz. Sağ olun, salamat qalın, işsiz qalmayın.